Yemeği yemişsin. Çayım qalıb rədd olmuyor yana. Hadi inşallah mən də görüm indi nə inirəm də. Allah sizə can sağlığı versin. Versin, verir, versin, vermir, verməsin özü bilən. Yemeği yemirsən, siz az yemeği ne inirsən. Ana kurban olsun. Ali sabattı balam. Akademik Milli Dram Tiyatrı. Mama kurban. Ay canlı dayan. Özümü pis hissediyorum. Özve ne inirsən? Pis hissediyorum. Niye Harun ağrıyor? Adam kimi nefes almıyorum. Peki kutkonga bakını açasan. Yok Ha. Bir günde yadımdadır soruşmuştum dergide bir kızımamı demiştim dergiden beri. Değme kurban olun bir kim özve aparma. Ölüm ayağı. Kulaklarım Yazıqam mən də bir ananın evladıyam. Gücüm çatmır Rəhimə. Mənim səbrim yox da. Mən ata nənən kimi sakit fağır adam deyiləm axı. Eyni bir kimi özve aparırsan kurban olaram. Eləmə. Ölüm ayağın altı. Ay mama o kadar boğazımı silip boğazımı sanki yazırsam korkuram. Gözün nənəyə səyə vurum. Niye? Başa salsın o sən dilimi başa salacaq gözün. Yok. Yok. Sən başa salacaq ki mən vəziyyətim o da öləm. Onu senin göre dergide bir psik olmuşam. Ne olmuşsan? Dergide bir yadıma boğaz silime düşüp korkuram. Hamıya demişim ben kalmayıp dediğimiz demediğimiz. Mama kurban, mama seni ak güne çıkardı. İngilizcinle koy. Niye başın karab olup sen? Niye biri oldun mama kurban olsun? Ben korkusun dergide bir haklıyım akşamdan korkuram. Peki başın şey çatmıyor mu? Nenem de dergide bir de ki soğuk bir şey içmemizden yememizden gelmeyecek. Yo, benim uşakların başı karab olup. Yo, bize psikolog lazım da ailece gitme. Ay psikolog yapar. Neye bayıtsın. Ne bu Oradan de- da beynimden silsin boğaz silmesi. Kompüter sen mama kurban. iPhone 17 sen ben ne? Niye böyle eləyirsən? Yo, mən kömək lazımdır. Mənim uşağımın başı çatmır. Betimi almıyorum da. Yo. Neyini yadımdan çıksın. Mən gözlə sən diye anama yığım. Ya. Qorxma. Yo, heç sən iki kəlmə söz. Gözlə. Ya. Dik zəhmət olsun. Bir kulağıma söz diyeyim. Yo, demə, xalq işi. Hə, biləm. Eşitdilər də. Bildilər də. Neyse abdoy ver. Aptoy yox da kızım, ad boy. Adboya abdoy. De bizim sevgi ulaşımız. De orada. Səhər saat 8-dən küçədə deyib uşaq. Hazırlığa getirsin. Gör cəmaat, ali savadlı uşağı. Mən də deyirəm sən bizi ortalığa çıxardacaqsan. Deməmiş ki sənin başında problem var, mama qurban olsun. Ama o hiçbir şey bilmedi. Cəhənnəmə rağlı o boyda. Sen bakır lövfede. O boyda plaftörü kırıdralya açacağım olsa maşa düzelden yer. Sen de oku da. Kanında həkim kanı var. Oku da kimi mən oxşayatsan. Deyip tüngürüm buna tükürüm yaşayışıma bak. Yiyirəm içirəm otururam. Ay mama yadıma düşse betimi almayayım ha. Yo, betimi alma. Özbek günahla taxta pçeni, kola, fanta. Getdikcə bakı oxşayıram üzcək. Başın xələf deyir özbek günahla niye anı oxşayacaqsan? Özbek günahla yazıq. Bir dənə belə nənəmizdə olmadı pensiyası kartını aparaq qoyaq lambarda. Görsən nə fikirləşirəm? Sən indi ali savadlısan, gör fikirləşərsən, anam fikirləşir. Ancaq bütün neysə satmağı fikirləşirəm. Mama qurban olsun, özümə bir gün ağlada. Mənə nəyim oxşayırsan qurban olaram sənə. Mən gözümü açdım, yumdum, bir də gördüm maşınım var. O günləri gördüm ki, maşınımın təkərləri xoşuma gəldi. İçimə azlar olsun, sənin də deyəm da. Gözümü açtım, yumdum, getdim maşın bazarına. 2700'e teker disk aldım, oturdum. Bildiğim kreditini necə bağladım. Gözümü açtım, yumdum, bağladım. 3700'e telefon götürdüm. Görsən 3 ayını bağlamışam, 3 aya qalıb. İndi mənə ağzımı açıram, Allah göydən tökür. Sənə olmayacaq axı. Evdə bir nəfər belə olmalıdır. Hamımız belə olduz da nə oldu? Ay mama sen ne psikolojisi? Yox, mama qurban.